Salam əziz izləyicilərim, Gülün mətbəxinə xoş gəlmisiniz. Bugün mətbəximizdə çiyələk mürəbbəsi hazırlayacağıq. Çiyələk mürəbbəsi üçün bizim öncədən yuyub təmizlədiyimiz 2 kiloqram çiyələyimiz, 2 kiloqram 400 qram şəkər tozu, mürəbbəni hazırlayacağımız ləyənə biraz şəkər tozu əlavə edib, üzərinə çiyələk tökürük. Şəkər tozu səpdiyimiz çiyələyimizi suyunu buraxması üçün 3-4 saat sərin bir yerdə saxlayırıq. Suyunu buraxmış çiyələyimizi bişməsi üçün sobaya qoyuruq. Çiyələklərimizin dağılmaması üçün bişirmə zamanı qətiyyən qaşıq və kəfkillə qarışdırmırıq. Sonunadək səbirlə çiyələyimizin bişməsini gözləyirik. Mürəbbəmiz bişdikdə 2 çay qaşığı limon duzunu əlavə edib sobadan götürürük. Ləyənimizi 2 tərəfdən tutub ehtiyatla silkələyirik. Kəfinin hamısı ortaya yığılır. Kəfi təmiz-təmiz yığırıq. Hazır mürəbbəmizi quru bankalara yığıb ağzını çip bağlayırıq. Çiyələk mürəbbəmizin ətri, dadı, görünüşü çox gözəldir. Hazırlayan hər kəsə nuş olsun. Videomuzu sonunadək izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Gülün mətbəxində yeni videolarda görüşənədək.